Kuzu qabı var burada. Gel kuzu qabını daydan əldə edə bilərsiniz inşallah. Neçə deyirdiniz kuzu qabın birini də? 50'ye değil sen alsan da. 50'ye deyirdiniz. Mənim izləyicim buraya gəlsin 45'e daydan əldə edə bilərsiniz bunu. Sonra belə zəng var. Məktəb zəngi. Bismillah. Bura görüm. Belə köhnə şirnet qabları var. Bura aparıb təmizləmək olar. Bunu təmizləmək heç nədir. Neçədir bu şirnet qablarda? 18'e. Bir də hamısını töküb ağzını açmaq istəmirəm əzizləyicilər. Çünki onu açıb tökmə eləmək özlərinə də bir əziyyətdir, mənə də bir əziyyətdir. Bu belə göstərirəm sizə. 18 manatadır. Kuzu qabı da 50 manatadır. Mənim adımla gəlib 45 manata əldə edə bilərsiniz daydan. Heç bir problem yoxdur. Denən Məhəmməd Əli TV kanalından gəlmişəm, videosunu izləmişəm. Biraz Məhəmməd Əli belə sözlər deyir, sizdən də eşitirik. 50 manata deyirsiniz, 45 manata gəlib götürə bilərsiniz buradan inşallah. Sonra belə baflı qabı var. Gəlib bu bafını da ağzını açmır. Baflı qabıdır. Gəlib bunu da daydan əldə edə bilərsiniz Allahın köməli ilə. Sonra bu belə piti qabı var. Neçədir bu piti qablar mən də? 3 manatı, 10 böyüğü 10 manatı, alttaki 20. Lap böyücü 20 manat, üsttəki 10 manat, balacaları neçədir? Değil mi? Onlar yemeği gördü, haşır. Yasin yazdan. Yasin yaddan çıxdı. Balacalar da neçədir? 3-2? 3. Eşitdiniz izləyicilər. Lap böyücü 20 manatdır. Onun üstündəki 10 manat, balacalar da 3 manat. Sen adından gelse... Mənim adımdan gəlsəz, o 3 manatlığı 2 manat 50 qəpiyə götürərsiniz. O 10 manatlığı da 9 manata götürə bilərsiniz. O birini də 18 manata götürə bilərsiniz. Gəlin dayının yana, Məhəmməd Əli TV kanalından gəlmişik, əldə edin, götürün aparın. Düz dedim dayı qiymətini. Şübhə var mənim dediyimə. Sonra burada var, belə tələlər var, ovçular üçün. Tələ axtarırdınız. Bunlar nə tələsidir da? Çakkal, tülkü. Çakkal, tülkü, hər şey tuta bilir ha? Bir dənə aydan başqa? Yok, ayıya gül çatmaz. Ayıya gül çatmaz. O gördünüz mü belə tələlər var Sabunçu bazarında. Gəlib bunları daydan əldə edə bilərsiniz inşallah. Bu ağasını şey koyup canım. Bıçaqlar da var. Bunlar neçənci ilin bıçağıdır ki, belə day paslanıb? Onu sular da gibi de burada. Hə, su dəyib, hə, burada təzə bıçaqlar da, bunlar. Kar ya. Neçədir ki bunlar? 20'ye 25'e. Böyük 20'ye, yok böyük 25'e, balacası 20'ye. Baz balta? 75'e bulacağım. Ha. Ne? 40 manat. 30 mu? Su geliyor, aşağı koyma ne geçsin. Ha, onu su büyük. Başka başlarına koyarsın. Samavarlar var burada. Samavar, 2 tane samavar. Gəlib bu 2 samavarın. Neçədir o qırmızı? Bu 270 manat. 270. Balacası 100 manat. 100 manat. Neçə litrdir ki o 100 manatdır? Bu 7 litrdir. Bu 4 litrdir. 4 litr. Aş qazanları istəyirsiniz. Aş qazanları da burada daylarda var. Gördünüz. İstədiyiniz aş qazanları burada dayda var. Su baçıqları da var. Neçədir bu aş qazanları da? 70 manatadır. 70'e var. Bunlar 50 manat. Alttakiler 40 manat. 70'e, 50'ye, 40'a. Bəzi bahalısı hansıdır burada? Bir de bu laf böyle 70. O təzədir desin mən biləni. Ha? Lan bunlar kadar. Bu da köylenden. Hadi. Bunlar laf. Təzədir də, yəni az işləmişdir. Neçədir o? 75. 75 manata. Sonra bu belə. Çoğundur da bunlar ha, səhv eləmirəmsə. Tunç. Bu da tuncdur. Ha, bu da tuncdur, bu da tuncdur. Aş qazanları da bunlar. Ha, tökmə qazanlar. Gəlib bunları buradan əldə edə bilərsiniz inşallah daydan Allahın köməli ilə. Bunlar neçə idi qiyməti? 25'e 35'e. 25'e 35'e. Ha, bir dənə bu 35'ədir, düzdürmü? Ha, qalanı hamısı 25'e.
343 343 dəqiq olsun ha da başqasına zəng getməsin. 343 27 98. 27 98. Dayının nömrəsidir. Dayına əlaqə saxlayarsınız. Nə lazımdır gəlib buradan əldə edə bilərsiniz. Biz də keçək sizlər üçün balaca qazanları çəkib görsədək. Böyle burada qazanlar var. Böyle muvaniklər var. Böyle tavalar var. Böyle tavalar var. Böyle tavalar var, qapaqlar da var. Gəlib bu tavaları, bu qabları, bu qab-qacaqları buradan əldə edə bilərsiniz inşallah. Sonra belə sələrkənlə işləyən, sələrkə deyən də sələrkə nötlə işləyən maşınka var, lampa maşınkası. Qab-qacaq çoxdur, tıxırda şeylər də çoxdur. Hamısını yəni ola bilər nəsə yaddan çıxsın. Mən bunu sizə izah edirəm. Ola bilər nəsə yaddan çıxsın, soruşa bilmirik. Zəng eləyərsiniz özünə, nömrəsini yerləşdirmişəm. Əlaqə saxlayarsınız, əldə edə bilərsiniz. Mənim adımı verək. Mənim adımı verirsiniz. Biz Məhəmməd Əli TV nömrəmizi yerləşdirib videoda. Heç bilən şey lazımdır. Onun yadından çıxıb onu soruşmuyor. Mis. Böyle yazıb mis. Teşlər neçədir da? 75 manata. Lap böyüyü 75 manata. Burada bütün açarlar var, bütün aletler var. Məncənə də var. Məncənə də əldə edə bilərsiniz buradan. Məncənə də var, deyir də. Yəni burada nasuslar var. Belə balta sapları var. Qaz açarları var. Dediğiniz bütün lapatka da var. Bütün alətlər var. Gəlib qiymətlərini də özünüz soruşarsınız inşallah dayılardan. Yəni bunlar burada bir hamımızın tutub belə uzunluğa soruşa bilməyəcəm. Çünki yəni özünüz də çox gözəl bilirsiniz. Uzağı soruşsam buradan 2 dənə, 3 dənə şey soruşa bilərəm. Şişlər var burada. Şişləri denən day. Ay day. Şişləri denən. Neçə manat? 3 manat. Lülə şişi var burada. Lülə şişi. O neçədir? O 3 manat. Belə qantellər var burada. Köynə qantellərdir. Gəlib bu qantellərdə daydan əldə edə bilərsiniz. Bunlar neçədir bəs biri qantellərin? Cütü 20'ye var, 25'e var, 30'a her Cütü 20'ye, 25'e, 30'a. Saclar bas? 18, 20, 25, 40, 18, 20, 20, 25, 40. Bu belə sacların qiymətlərini gəlib daydan bu qiyməti əldə edə bilərsiniz inşallah. Nömrəsini yerləşdirmişəm əziz izləyicilər. Nömrəsini ortada yerləşdirdim ki, yəni siz nömrəsini əlaqə saxlayıb gəlib daydan bunu əldə edə bilərsiniz inşallah. Ben içerisine bakacağım. Bu oğlan götürür. Neçə voltdur da o? 3. 3 mü yazılı baxın? Ha 3000'dir. İşləyir o? Neçə diyor? 60 mı? Reziniz kanı değişme olur. Ha olur, niye sağlıyorsan onu? Beni bırakma ya. Bırakın da kişi öldürürse bak.
Göster telefonu. Bir şey olsun ben burada.